Hoş gördük değerli IB TV izleyicileri. IB platformasında bizim yine de okyanın o tayına bağlanırıq ve hal-hazırda Kanadadan değerli soydaşımız, ilahiyatçı Əkbər Məcudov bizim canlı bağlantımızdadır. Əkbər bəy, xoş gördük. Hər vaxtınız xeyir olsun. Hoş gördük Rüfət bəy, sizi və izləyicilərimizi salamlayıram və arzu edirəm ki, hər zaman dediyimiz gibi bu verilişlər xeyirlərə, faydalara vəsilə olur. İnşallah. Mən düşünürəm ki, ötən verilişimizlə bağlı da müxtəlif fikirlər səsləndi, hətta tənqidi fikirlər də vardı. Amma bizim məqsədimiz alternativ fikri irəli sürmək və gerçəkləri ayna tutmağa çalışırıq. Kiminsə ideologiyası ilə, kiminsə düşüncəsi ilə aşağı-yuxarı işimiz yoxdur. Biz də nə düşünürük, daha doğrusu biz sualı veririk. Əkbər bəy də cavablandırır. Sağ olsun ki, bizi qırmayıb, növbəti efirimizə də qoşuldu və Əkbər bəylə danışmışıq. Ayda heç olmasa bir dəfə bu mövzunu Evet, qaldığımız yerdən davam etdirək. Onun da işi var. Yəni Kanadada kifayət qədər işləməsən də çox ciddi problemlər olar. Orada da durumu nəzərə alırıq. Amma sağ olsun zamandan bizə də ayırıb. Əkbər bəy, qaldığımız yerdən icazənizlə davam eləyək. Biz Din İnstitutu haqqında danışdıq ötən verilişimizdə. Əsas hədəfimiz də təbii ki, vətənimizdir. Siz Türkiyəyə işarə elədiniz. Türkiyə bizim üçün gerçəkdən ikinci vətəndir. Biz Bakı deyəndə elə Təbrizi də Ankara adında özümüzə vətən bilirik, əlbəttə. E, Şübhəsiz güclü Türkiyə Azərbaycan üçün də bir həm hərbi siyasi qarantdır. Bunu bir əsr bundan öncə də gördük, ötən 2020-ci ildə də gördük. Türkiyənin varlığı bizim üçün çox önəmlidir və güclü Türkiyə. Əgər icazə versəniz, biraz da Azərbaycan haqqında bugün danışaq. Daha doğrusu Azərbaycan haqqında danışaq. Din estağfurullah. institutları Sovetlər dönəmində Azərbaycanda, ümumiyyətlə Sovetlər Birliyində dini durumu bəlli idi. Məscidlər bağlı idi, ambar idi və yaxud da fərqli-fərqli müəssisələrə çevrilmişdi. Amma insanlarda bir Tarih, tarih diyarşünaslıq belə muzeyinə də, bəli, bəli, doğrudur. bir Ən yaxşısı elə tarix muzeylərini deyək. Amma sonra müstəqillik oldu. Durmadan kəndlərdə məscidlər tikildi. İnsanlar üçün bir öz ibadətlərini yerinə yetirmək üçün təkcə müsəlmanlara deyil, hər halda biz müsəlman ölkəsi olduğumuz üçün deyirəm. Amma bizdə din institutu, yəni özümüzün düşündüyümüz din institutu, bizim bayrağımızda türkləşmək və müasirləşməklə yanaşı bir də İslamlaşmaq var. Bunu mən deməmişəm. Bunu vaxtilə Əli bəy Hüseynzadələr deyib, Rəsulzadələr deyib, Əhməd Ağaoğullar və s. deyib. Yəni bizim bu taleyimizdir, bizim dinimizdir, İslam dinidir. Amma Azərbaycanda din faktoru daha çox məzhəb faktoru ilə əvəz olundu. Necə əvəz olundu? İnsanların təmayülünə görə deyirəm. Ənənəvi dini institutların yerinə fərqli-fərqli dini məktəblər ortaya çıxdı. Bəlkə məktəb də deməyək, bəlkə e, zümrələr deyək, bəlkə də qruplar deyək. Niyə belə direkt oldu? Niyə biz gerçək İslamdan daha çox həm ölkəmizdə bugün reallıqda bu məzhəblərə tapınan, məzhəblərə inanan, hətta məzhəblərin özlərinin yerləşdiyi ölkələrə simpatiyası ilə seçilən qruplarla üz-üzəyik. Buyurun Əkbər bəy. Rüfət bəy, çox təşəkkür edirəm belə bir mövzuya əydiyiniz üçün, belə bir mövzunu gündəmə gətirdiyiniz üçün. Bizi tənqid edən arkadaşlar da var olsunlar, sağ olsunlar. O hangi nöqtələr tənqid edirlərsə, onu biz müzakirə edək. Mən o tənqiddə ya yanlış anlaşılmış ola bilirəm. Onları açıqlayaq, izah edək. Baxın, siz deyirsiniz ki, çok haklı olarak çok mühim ve çok şaxəli bir sual verdiniz. Dediniz ki, niye bu din özündən çox, mahiyyətindən çox sektalara ağırlıq verir? Bu sadece bizim Azərbaycan üçün keçərli değil. Bu artıq bütün bilərək ki, toplumlar üçün keçərlidir. Niye? Niye böyle olur? Bunun səbəbi nədir? Bunun kökündə yatan, deyək ki, səbəb nədir? Nədən nədir? Buna gəlmək üçün birinci ondan başlayaq ki, Kur'an-ı Kerim'de Cenab-ı Allah bu dini ve din ve toplum ilişkilerini ifade ederken Ahzab suresinde bir ayete temas eder. Orada bir açıklama yapar. Der ki biz bu emaneti, yani bu emanetten kast dindir, din. Göylere,
yer kürəsinə, dağlara təklif etdik, onlar kabul etmədi. İnsan bunu yüklədi. Yəni bu dediyimiz nədir? Göylər, yer kürəsi, dağlar bu dini qəbul etmədilər, ondan qorxdular. O əmanətin yükündən qorxdular. Amma insan onu yükləndi. İnsan o əmanəti yükləndi. İnsan nə qədər zalim və nə qədər cahildir. Baxın, demək ki, din olgusu birinci səbəb bu. Din olgusu haddi zatında, yəni öz özlüyündə çox çətin bir hadisədir. Niyə? Bir insanoğlu din üzərindən həyatı anlamağa çalışacaq, anlamlandırmağa çalışacaqdır, həyata bir məna verməyə çalışacaqdır, özünün varlığını anlamağa çalışacaqdır. Bunlar o qədər dərin məsələlərdir ki, bunlar o qədər çətin məsələlərdir ki, bunu ayrı-ayrı fərdlər belə çətinliklə bunun öhdəsindən gələ bilərlər. Bir də ayrı-ayrı fərdlərin oluşturduğu milyonlarca insan və toplumu bir düşünün. Bu din əmanəti nə qədər ağır, nə qədər ciddi bir əmanətdir. Birinci sualın bu, yəni dedik ya, sualın birinci kateqoriyasında bunu deyə biliriz ki, din öz özlüyündə toplumların kolaylıqla altından qalxamayacağı bir şeydir. Birincisi bu. Ayət də öylədir. Çünki dağların, daşların, nə bilim, yer kürənin, göyün, səmanın yüklənmədiyi bir şeyi insan yüklədi. Bu ağır bir yükdür. İkinci, onun deyək ki, sektal dindən çox, dinin özündən çox sektalarına gəldikdə deyə bilərik ki, baxın, nə acı ki, insanoğlu ta devr qədimdən bəri hep bir-biri üzərində hegemoniya qurmaq istəyir. İnsanlar bir-birlərini istismar eləmək istəyir, yönləndirmək istəyir, idarə etmək istəyir, hakimiyyət qurmaq istəyir. Və bu sadəcə bu duyğu insanlar deyil, toplumlar nöqtəsində daşındı. Yəni toplumlar və millətlər bir-birlərinin üzərində hegemoniya qurmaq istəyir. Ölkələr bir-birlərinin üzərində hegemoniya qurmaq istəyir, onu yönləndirmək istəyir, onu sömürmək istəyir. Bu zaten bunun çox danışmağa, çox izah etməyə gerek yoxdur. İşte bu nöqtədə, yəni bugün emperyal dediğimiz, güçler dediğimiz büyük ülkeler, büyük güçler sömürdüğü ülkeleri, yani büyük ülkeler ki hangi ülkeleri sömürmek istəyirlərsə, o ülkedeki kullandığı en önemli amillerden biri din faktorudur. İkinci amil budur. Din faktoru. Yani bugün İslam dünyasına bakarsınızsa, İslam dünyasındaki birçok problemin temelinde din meselesi var. Dinin yanlış algılanması var. Başkaları tərəfindən pompalanan və bəslənən, fonlanan cəmaatlar var, təriqətlər var, nə bilim, başqa deyək ki, din sektaları var. Bu nəinki bütün Azərbaycanda və başqa İslam dünyasında. Maalesef və maalesef bu baş dövlətimiz olan Türkiyədə də belədir. Din toplumları, hani Marks'ın çok güzel bir sözü var ya, o 8 dənə maddənin biri din afyondur deyir. Yəni toplumların afyondur. Oysa ki o cümlənin başı çox önemlidir. İşte səssiz toplumların çığlığıdır deyər. Bir sürü şey, güzel şeyler sayar din hakkında. Orada da o dinin bu yönüne böyle bir fonksiyona da temas ediyor ki din aynı zamanda bir afyondur. Ne için afyondur? Toplumları uyutmak için, toplumları manipüle etmek için. Din bir afyondur. Mezhepler toplumları uyutmak için, parçalanmak için. Hamısı değil. Hamısı böyle de demirəm ben. Ama mezhepler ne içindir genelde? Mezhepler elbette lazımlı bir şeydir. Mesela ama harda lazımlıdır? Siz diyelim ki İslam'ı yaşamak istiyorsunuz. Ya İslam'ı yaşamak Afrika'nın 40 derece sıcaklığında da Müslüman var. Sibirya'nın 40 derece soğuğunda da Müslümanlar var. Bunların namazı var, niyazı var, ne bileyim bunların günlük hayat tarzı var. Elbette ki Afrika'daki Müslümanların İslam yaşamasıyla 40 derece sıcakta yaşamasıyla, İslam'da yaşamasıyla 40 derece soğuktaki Sibirya'da Müslümanların hayat tarzı farklı olacak. Bu hükümler nece yaşayacak? Namazı, niyazı, abdesti nece olacak? Bu anlamda mezhepler önemlidir ve gereklidir. Təriqətlərə gələndə, təriqətlər də ilmi əsaslar üzərində əlbəttə insan hər zaman təkamül etməyə müsait deyil, möhtac olan bir varlıqdır. Mənəvi təkamül əlbəttə olacaqdır. Amma bunun üsuluna uyğun, bilən adamlar yapacaqlardır. Bilən, o işin əhli insanlar yaşayacaqdır. O məzhəblər dediyimiz, əməli məzhəbləri işin fıkıh alimləri dediyimiz insanlar edəcəkdir. Amma emperyal güclər bunları deyil.
harda şarlatan var, harda din bezirganı var, harda üçkağıtçı var. Türkiye'de bunu açıkla sayabilirsiniz. Mezhepler baronlar da mezhep o şeyhlerin çoğu bakın Rüfet Bey elə belə 5 bin 10 bin dolardan değil milyonlar milyarlarca dolarla hükmeden cemaatler var tarikatlar var. Ya peygamber hani borçlu ölmüştü. Ya Hazreti Ali acından ölmüştü. Yani ölme sebebi açlık değil de Hazreti Ali ömründe bir de doğru dürüst yemek yemedi. Hani bunu anlatırsınız. Sizin milyardlarınız nerede? Bu milyardlar da hani derler ya bu ne perhiz, bu ne turşu derler. Yani ikinci de bu. Emperyal güçlerin elinde aletti. Üçüncü yani sistemle bağlı bir şeydi. Sistem gerek Türkiye'de belli olsa bu problem bilirsiniz. Türkiye'ye yakınsınız belki o sahiyle ilgilenebilirsiniz. Türkiye'de sistemin bir dinle problemi var. Bugün bile var. Nedir? Sistem o şarlatanları kullanmak əvəzinə, o din bəzirganlarını kullanmak əvəzinə həqiqi ilahiyatçıları önə çıxarmırlar. Həqiqi adam getmiş ilahiyat profesörü olmuş. Onların sözü dinlenir ama devlete oy saklayacak olanlar, devlete yalakalık yapmış olacak olanlar, ne bileyim sistemle barışık olan din adamları ileri çekilir. Bu da üçüncü sebep. Üçüncü hani diyor ki bu sebeplerin hamısı Azerbaycan için de geçerli. Yani bizim vatanımız için de geçerli. Hökumətə yaxın oldu mu? Hökumətlə nə bilim, hökumətin bir gücünə, bir qanadına sən bir yol tapdın mı, səni təbliğ edəcəklər, şey yapacaklar. Bu da üçüncü səbəbdir. Ki toplumlar dindən daha ziyade, dinin aslından daha ziyade bu cür mezheplərə, bu cür tərəqətlərə ayrılırlar, bu cür tərəqətlərə bölünürlər. Oysa ki din toplumu birleştirmek için gelmiştir. Hazreti Peygamber geldiği zaman Arap toplumlarını ifade eden bir şey, misra var Mehmet Akif'in. Ee, Sırtlanları geçmişti beşer yırtıcılıkta. Dişsiz mi bir insan? Onu kardeşleri yerdi. Böyle bir toplumu Hazreti Muhammed'in vahiy ışığında nece bir araya getirdi. Birleştirdi ve o cür bir toplum, o cür hani bedevi bir toplum medenleşme sürecine girerek dönemin en büyük imparatorluğuna kafa tutmaya çalıştı. Başladı ya çalıştı değil. Bir tarafta Bizans'a kafa tuttu, bir tarafta Sasaniler kafa tuttu. Dolayısıyla sorunuzun cevabına gerek bu üç sebebi daha da artırabilirsiniz. Azerbaycan için de geçerlidir bu sebep. Bu ve buna benzer sebeplerden dolayı dinin aslı değil, dinin gerçek çehresi değil, dinin kırıntıları ve dinin diyelim ki tahrip olmuş formaları her zaman cemiyette üstün, cemiyette etkin bir megame ve etkin bir makama getirilir. Əkbər bəy, təşəkkür edirəm. Buradan neçə min kilometr uzaqda olsanız da, bilirəm vətənlə nəfəs alan birisisiniz. Vətənə bağlısınız və vətənin acılarını, acınız, xoşluqlarını, xoşluğunuz bilirsiniz. Evet. İzləyirsiniz, Azərbaycandakı durumu izləyirsiniz. Azərbaycanda təbii ki, siyasi durum da göz önündədir. Mənəvi durum da göz önündədir. Amma verilişimizin mövzusu bu dinlə, dini qruplarla bağlı olduğuna görə və siz də ilahiyyatçı olduğunuza görə düşünürəm ki, elə mövzudan kənara çıxmadan İstəyərdim ki, baxın, kənardan Azərbaycanda bu mənzərə, bu palitra necə görünür məsələn sizin üçün? Bayaq dediniz, bax hər bir bayaqları adını qeyd etdiyimiz, adlarını qeyd etmədik, amma ümumi deyək. Azərbaycanda bir neçə ölkənin dini maraqları var. Təbii ki, o dini maraqların arxasında da siyasi maraqları var. Bu istər İran olsun, istər Səudiyyə Ərəbistan olsun və s. Bu məzhəb təmsilçiləri də din adı altında əslində özlərinin siyasi maraqlarını həyata keçirirlər. Yəni Azərbaycanda İranın da siyasi marağı var. Səudiyyə Ərəbistanda din faktoru ilə burada öz nüfuzunu genişləndirir. E, baxın, niyə məhz bu məzhəb təmsilçiləri Azərbaycanı seçdilər öz ideyalarını yaymaq üçün? Mən bilirəm ki, Azərbaycandan öncə Səudiyyə Ərəbistanının Rusiyanın cənubunda, Qafqazlarda, Şimali Qafqazda çox ciddi nüfuzu var idi. Azərbaycanda isə hər zaman nüfuz olub, İranın nüfuzu olub. Çünki Azərbaycan əhalisinin üçdən ikisi həmişə Şiə məzhəbinin daşıyıcısı olub.
Bunu anlayırıq. İranın da, Azərbaycanın da İranla bağlı milli məsələdə çox ciddi qarşıdurması var. Amma digər məzhəblər niyə Azərbaycanı seçdilər? Şəxsən mənim üçün maraqlıdır. Bunu nə ilə əlaqələndirmək olar? Evet. Evvela Rüfet Bey, sizin o son dediğinizden başlayarak aslında Azerbaycan'da İran'ın etkisi değil de Azerbaycan'ın etkisi İran'da olur. O din konteksti içerisinde. Bu Hı ne hı. demek? Buyurun, Ben buyurun. iller bu önce bir tane tanıdığım Fars vardı, edebiyatçıydı. Dostluq eləyirdik, indi uzun sürət görüşəmirik. Ben ona bir de bu mezhepler danışırdım. Böyle şiəlik böyle geldiydi derken dedim bilirsən ne var? Biz Farslar rahatıdır, özü sünnüydür. Bu şiəliyi siz gətirdiniz, bu bölge siz bizi şiələdiniz. Belə baxanda, tarixə baxanda da doğru da bu həqiqətdir. Yəni biz sünnüydük, rahatıq. Elə bu dərdimiz də yoxdur. Bu şiəliyi siz gətirdiniz, başımıza sardınız və bugün biz o problemlərin altından çıxa bilmirik, farslar olaraq. Nə acı ki, tarixin acı bir ironiyasıdır. Yani bölgedeki bugün mevcut olan bu Şiilik dediğimiz, bu İmamiye dediğimiz ve en azından formalaşan bu mənzərənin temelinde Azerbaycan Türkleri var. Bizler varız. Ha, ama bu çok derin bir meseledir. Sanki Şiiler her şeyde yanlıştılar. E, Bu bizim kardeşlerimiz, İmamiye kardeşlerimiz bütün meselelerde doğru düşünmürler. Sünniler doğru düşünürler demek bu hem insafsızlık olurdu, hem cahillik olurdu, hem de haksızlık olurdu. Birçok meselelerde bizim deyək ki, Sünniler olarak İmamiye kardeşlerimizden hatta itiraf etmemiz gereken birçok konularda onlar haklılar. Yani geleneksel şeyde diyelim. Niye? Çünkü İslam'ın gerçek İslam nedir diye araştırdığımız zaman gerçek İslam ne Şiilik ne Sünnülük. Gerçek İslam Ehl-i Beyt çizgisinde olan İslam'dır. Ehl-i Beyt için. Maalesef bizim Sünni kesim Emevi ve Muaviye'ni getirip İslam'ın içine monte elədiği için Muaviye'nin Müslümanlığı bile tartışmalı. Yani tartışmalı değil. Muaviye'nin Müslümanlığına dair ciddi bir kanıt yoktur. Muaviye ölürken de sarhoş oldu. Emevilerdeki bilirsiniz abi. Emevilerde bir iki şey istisna. Muavi, ikinci Muaviye istisna. Yani Yezid'in oğlu Muaviye istisna. Bir de Abdülaziz istisna olarak adam değilece adam yoktu. Emevi tarihinde. İkinci Muaviye ne der? Yezid'in oğlu. Deyir ben gece, zaten 6 ay yaşamadı. Ve deyilene göre atasıyla babasının yaptıklarını deyir ki atamla babam cehennemin ortasında yanır. O derecede zaten iktidardan da 6 aydan sonra veremden öldüğü de söylenir, kastedildiği de söylenir. Dolayısıyla sizin bu sorunuzun cevabına geldiğimiz zaman niye Azerbaycan'a geldiler? Azerbaycan'da etkisi nedir? Birinci manada diyebiliriz ki Azerbaycan stratejik bir bölgedir. Bakın bugün Azerbaycan'da stratejik bir bölge olma meselesi Azerbaycan'a bu kadar siyasi nüfuzun, siyasi diyelim ki tərəf sahiplərinin müdaxilə etmək istəməsinin səbəbində, təməlində Azərbaycanın stratejik bir bölgə olduğu yatır. Birinci səbəb budur. İkincisi, eğer dünya, yeni dünya düzeni, yani özellikle bu İsrail, bu şeytan, bu Siyonist güçleri anlamında Orta Doğu merkezli bir dünya şekillenmek istəyirsə, mütləq və mütləq Rüfət bəy bunu unutmayacağız. Azerbaycan'da bu unutulur, bu çok hata yapılır. Kafkazlar Orta Doğu'nun uzantısı olarak kabul edilir bu güçler tarafından. Bu o kadar önemli bir meseledir. Siz Kafkazları Orta Doğu'nun eğer uzantısı olarak ele alıp meseleleri değerlendirmezseniz mutlak bir yerde puzzle'lar yarım çıkılacaktır. Tablonun bütünde bir eksikliği olacaktır. Bu kadar önemli olan bir yerde bu dediğimiz meseleye gelek yine. Büyük güçlerin marağı varsa bu soft power diye bir şey var İngilizlerde. Yumuşak güç. İlk önce onlar yumuşak gücü denerler. Yumuşak gücün de en önemli enstrümanı ve argümanı dindir. En güzel, hani bazen derler ya, en büyük ticaret, en karlı ticaret din ticareti derler. Yani yumuşak güç anlamda değil. Siz bir ölçüye girdiğiniz zaman bunu Türkiye, Osmanlı'da da örnek verebiliriz, Türkiye'de örnek verebiliriz.
Din faktöründen istifade edeceksiniz. Dini mezhep faktöründen istifade edeceksiniz. Yani siz o din nedir? O din, mezhep hangi mezheptir? O din hangi bir din olursa olsun Kur'an'ın dini değildir. Kesinlikle Kur'an'ın dini değildir. O din Hazreti Peygamber'in dini değildir. O din Hazreti Ali'nin, Hazreti Hüseyin'in dini değildir. O din neyse İslam adı altında başka bir dindir. Başkalarının senaryosunu yazıp oluşturduğu bir dindir. Ve bunu açık bir şekilde de görüyoruz. Mesela bu kadar problemimiz var değil mi bizim? Bu kadar problemimiz var Azerbaycan toplum olarak. Bu problemlerin çözümünde din önemli bir amil. Din insanlara bakın seni alemlere rahmet vesilesi olarak gönderdi diye peygambere. Peygamber ve din alemlere rahmet vesilesi olarak gelmiş. İnsanların refahı, insanların ferahı, insanların saadeti, dünya ve ahiret saadeti için gelmiş. Dünya ve ahiret saadeti için geldim demekle kalmaz ki Kur'an. Öyle ben geldim de ey insanlar ben size dünya ve ahiret saadeti getireceğim demiyor. Dünya ve ahiret saadetine ulaşmanın yolları elimdi diyor, bilimdi diyor. Kadınlara, erkeklere farz olan elimle bu saadete ulaşacaksınız. Birbirinize karşı merhametli davranacaksınız. Birbirinizi koruyup gözleyeceksiniz. Birbirinize destek vereceksiniz. Birbirinize saygı göstereceksiniz. Bakın bir haksız insanı öldürmek bütün insanlığı öldürmek kimidir. Bir tane masum insanı kurtarmak bütün insanlığı, bakın bütün insanlık kurtarmış kimidir. Bakın bu din ne için gelmiş? Amacı dünya ve ahiret saadeti ve bunu da altını doldurarak gelmiş bu kitap. Şimdi siz bu kitabın söyledikleri perspektifinden, o pencereden bakın, bugünkü tablomuza bakın. Sen niye sakal koymadın? Sakal koymadın cahilsen. Sen kafirsen, sen münafıksen, sen ya bu din Kur'an'ın dini olabilir mi ya? Bu Yani din bu bizim gördüğümüz bu palitra, mənzərə adını nə qoyuruqsa qoyaq. Yəni bunun aşağı yuxarı gerçək İslamla əlaqəsi yoxdur. Mən belə anladım sizin dediyinizdən. yani siz görür müsünüz burada? Mesela adam kalkmış, ben bazen burada insanları da tenkit etmek istemiyorum. Böyle bir kere peygamberin sakalı öyle değildi. Mesela o sakallı çıkıp bir kere o peygamberin sakalı da eğer isteyse bir düzeni vardı. Böyle meczup gibi bir sakalı yoktu peygamber. Bir kere bir giyimize geçince dikkat edin. Bir kere din adına çıktığınız şeylere bir verdiğiniz Yo, əgər bu mesajlar. peyğəmbər belə geyinməyibsə, onun o görkəm belə olmuşsa, bu nəyə istinadla o görkəm Dedim hardan ya, yarandı? dedim ya maalesef insanımızı aparat olarak istifade ediyorlar. Bu çok Baxın, önemli bir. Əkbər bəy, istəyərdim bu hissəni bir sual cavabına davam eləyək. Zaten bir 10 dəqiqəlik vaxtımız var. Bu 10 dəqiqəni izləyicilərin də o müəyyən mənada düşüncəsində ilişib qalan suallar ola bilər. Mən bir vəsilə olum bu sualların verilməsində. Baxın, məsələ hətta geyim də deyil. Məsələ budur ki, illərlə ata, ana öz övladlarına tərbiyə verirlər. Bizim cəmiyyəti deyirəm, mənim müşahidə etdiyimiz. Ondan sonra övlad hansısa qrupların təsiri altına düşür. Mən kiminsə ibadəti ilə, kiminsə dini mütaliəsi ilə heç zaman əleyhinə deyiləm. Amma sən illərlə ailənin dəyərlərinə qarşı çıxırsan və gəlirsən atanı ananı belə kafir adlandıran övladlar çıxdı bu ölkəyə. Yəni bu İslam dinində də ən böyük sayğının valideynlərə olmasına din israr edir. Mənim bildiyim qədər Uf Peyğəmbər bile, də deyib bunu, hədislər də var. Bax, yok Kur'an-ı bu Kerim'de uf bile demeyeceksiniz. Uf bile demeyeceksiniz. nə gözəl. Ayet. Nə, bax, mən bunu demək istəyirəm. Qeyd etdiyimiz cərəyanların bizim cəmiyyətimizdə bu dırnaqarası uğuru, yəni övladı valideynlərinə qarşı, ailə üzvlərinə qarşı, qohumlara qarşı, cəmiyyətə qarşı, Azərbaycana qarşı qoymaqda bu uğurlar ki var dırnaq içində, nədən qaynaqlanır? Bu cəhalətdirmi, yoxsa başqa qaynaqlar, maddi, mənəvi Evet, qaynaqlar evet, var? evet, evet. Kesinlikle. Birincisi en başta bilmem bunu artık herkes öz vicdanına göre ben şimdi buradan uzaktan gazel okumak kim olmasın. Bunun hangisi birinciydi, hangisi ikinciydi ben bilemem. Özleri karar versinler. Maddi ihtiyaç ve cehalet. Başta bu iki sebep var. Şimdi maddi ihtiyaç mı birinciydi yoksa cehalet mi birinciydi? Herhalde maddi ihtiyaç çok pis şeydir. Maddi ihtiyaçta boğulan toplumlar ilk önce sağduyusunu kaybeder. Fethen, bu da çok önemlidir. Maddi ihtiyaca mahkum olunan
toplumlar ilk önce sağduyusunu kaybeder. Sağduyu sözü Azerbaycan dilinde var da yəqin ki, eləmi? Azerbaycan dilində işlədik bir sağduyunu. Sağduyu. Yəni sağduyu sözünü biz Azərbaycan dilində işlədirik yoxsa yox? Sağduyu soyuqqanlı da ola bilər. Belə Soyuqqanlı deyil. Daha yəni ağlı salim düşünmək, aklı salim şəkildə, yəni müdrik hə, şəkildə aydındır, aydındır. Yəni rasional düşüncə deyək. Bizdə də yəqin ki, rasional və yaxud da məsələlərə ağlın gücü ilə nəzər yəni salınır. ədalət deyək də, biraz o Onunla deyək, rasional yəni o qədər geniş belə deyək ifadədir ki, çox içində çox ifadələri, yəni çox düşüncələri barındırır hə, belə deyək. maddi ehtiyaca məhkum olunan toplumlar ilk öncə sağduyularını kaybederlər, itirərlər. Sağlam düşünə bilməzlər. Bu mütləq və mütləq diktator rejimlərin kullandığı ilk yöntemlərdən bir tanəsidir. Bu istər keçmişdə olsun, istər gələcəkdə olsun, istər günümüzün farklı coğrafyalarında olsun, baskıcı rejimlər ilk olarak toplumları deyək ki, maddi olarak bir yerlere mahkum etmək istərlər. Çünkü maddi olarak o maddi ihtiyaçlara mahkum olan toplumları idare etmek de çok asandır. Yönlendirmek de çok asandır. İkinci sebep, böyle bir durumda ne olur? Dışarıdan gelen para verir, pul verir, erzak verir, yardım edir. Kolaylıkla da insanlar o deyək ki, atılmış olan oltaya, yani o qarmağın altında keçebilir. Birinci bu, maddi sebep. Burada hem iktidarların çok büyük vebalı var, hem deyək ki, ona göz yumanların çok büyük vebalı var. Hatta ilahiyatçıların da çok vebalı var burada. İkincisi cehalet. Bu cehalet meselesi de çok önemlidir. Ne mənada cehalet meselesi önemlidir? Ya şimdi bilirsiniz Rüfət Bey, herkesin insan oğlu varlık olarak hani derler %70 duygudur, hissiyat. İnsanların hissiyatı olduğu sürece insanların mistisizme karşı yani sirlere karşı, hikmetlere karşı doğal bir reaksiyonları vardır. Adamlar gelir hurafalarla din anladılar ve o insanların mistik taraflarına, duygusal yönlerine hitap ediyorlar. Acaba buradaki sual bu. O insanların mistik tarafına, duygusal tarafına, hissi tarafına hitap edilerek sunulan argümanlar hakiki dinle alakası var mı? Yoksa bunlar hurafalar mı? Çok təəssüf ki, xurafat olur çox o zaman. Xurafat olur ve insanlar da dini yaxşı bilmediği için, din meselesinde yeterli bilgi sahibi olmadığı için o yola kapılıp gelirler. Ve üçüncüsü, yine cəmiyyətin sosyolojik olarak yapısına baktığınız zaman insanlar, bakın o mahkum dedik ya, bu maddi ihtiyaca mahkum. Bir de insanların gelecekleri var, evlatlarının gelecekleri var. Bırakın günübirliğe ihtiyaç. Adam diyor ki ya bu rejimle ben bir şey yapamayacağım. En azından evlatlarımın geleceğini düşünüyorum. Belki bunlarla olan ilişkilerimi kullanırım, başka bir ülkeye giderim gibi. Yani netice olarak sizin sorunuzun cevabına geldiğimiz zaman niye burada insanlar bu kadar meyil gösterirler? Birincisi maddi ihtiyaç burada çok önemlidir. İkincisi cehalet burada. Cehalet derken pis manada cehalet değil yani bilgisizlik. Yani cehalet aslında bilgisizlik demektir. Tabii Kur'an cehalet meselesi çok farklı anlamda, derin anlamda kullanır. Biz yani yeterli bilginin olmaması. Bu da çok tabiiydi da. Yani bir temel sağlam bir ilahiyat sistematiğinde bilgi almayan bir adam dini hardan öğrenecek? Üçüncüsü dediğimiz yine sosyal bir sebep insanların gelecek korkusu, güven korkusu. Bakın siz bakırsınız ki etrafınızda çok insanlar, haksız insanlar var. Siz gelirsiniz bir gruba özünüzün güvenini, bir güven kazanırsınız. En azından bir grup deyək ki düşüncesiyle. Bak benim arkadaşlarım var, hani benim ehiller var, neler var diyorlar ya. Üçüncü sebep budur. Yani o da bir psikolojik sebeptir ki siz Çok doğru. yani arkanızı sökecek bir grup bulursunuz, bir çevre bulursunuz. Bu ve bu gibi faktörlerden dolayı diyebiliriz ki Azerbaycan'da bunlar yayılır. Ama ben size başta da demiştim, ben en çok şeylere iten nedir? Dediğiniz gibi ben deyirəm ki, indi Allah'ın nasibi de kısmetidir. Biz harda öleceğiz, Azrail harda kapımızı döyeceğiz onu bilemeyiz. Ama insanların bir duygu ve düşünceleri var, temenniler var. Ben vətəndə ölmək istərəm, vətəndə öz torpağında görünmək istərəm, ya atamı, ya anamı ayaklar altında. Ama ve lakin burada bir mesele var. Biz bu vətənimizə bu kadar yani bir duygusal bağımız var. Çünkü bu
bu natural feeling diye bir şey var idi. Bu vətən sevgisi de bir normal bir duygudur. Ben burada demiştim size, gençlerle tanış oldum bizim iş vesilesiyle, bizim Azerbaycan'a gelen gençlerle. Baxırsan ki, çox tərbiyəli, çox qanacaqlı, çox mərifətli uşaqlardır. Amma bu din məsələsinə gələndə çox təəssüf, mən çox üzüldüm ona. Çox üzülürəm ki, din məsələsi gələndə, yəni hardasa İran, 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 İran. Mən də deyirəm ki, övladım, bax, doğru yolda deyilsən. Bax, bu məsələ mənə bu söhbətlərə itdi, məcbur edir ki, o övladım doğru yolda deyilsən. Bax, sən mənim vətənimin ən böyük dəyərisən. Sən mənim ölkəmin ən böyük qiyməti sənsən. Petrolmuş, neftmiş, qazmış, gələr gedər. Biriləri altdan vurur, üstdən çıxar, onu dağda gedər. Amma bir millətin ən böyük dəyəri, sərvəti onun insan İnsan, potensialıdır. bəli. Sənin kimi mərifətli, mədəni, danışdığı zaman da siz, belə oturuşunu bilən, duruşunu bilən, sözünü bilən, söhbətini bilən bizim bu cür potensialımız niyə getsin başqalarının təsirinə düşsün? Nə üçün vətənimizə qarşı bu qədər biz laqeyd olaq? Özdə hangi məzhəb adına, nə adına? Sənin dinin vətənini sevməyə bir əmr qılır. Sənin dinin vətən torpağı uğrunda ki, İslam bəldəsidir o torpaqlar, ölməyi şəhidlik sayır, peyğəmbərlərin eş dəyər sayır. Sənin dinin müştehid deyir. Müştehid demək, yəni alim, o iştihat demək, cihad o sözdən gəlir. Sənin vətənin üçün cihad etməyi ən böyük əməl sayır. Sən vətənini bu qədər sevmən gərəkirkən, yəni İran bizim qonşu ölkəmiz. Bu İran sevgisi, İran bir Turan coğrafyası. Biz İran dağılsın demiyoruz ki. Orada bir rejim var, o rejimle bizim problemimiz var. Orada da bizim insanlarımız var. Sen ne için, hangi duygu ve düşünceyle gelip İran'ı bu kadar bizden daha üstün tutursunuz? Bunlar doğru şeyler değil. Hər Yani halda burada tək problem indi sizinlə rastlaşdığınız gənc İrana meyilli. Mən də həmişə gençler, bəla budur gençler. ki, bu insanlar dini sektalara üzvləri olmaqla bərabər o sektaların yerləşdiyi ölkənin hakim sinifini, siyasi sistemini dəstəkləyirlər. Yəni Azərbaycan qayəsi gedir. Bu çox bizi üzən haldır. Bizim zamanımız sona çatır. Çox istəyərdim ki, biz çıxış yollarında təqdim eləyək, hər halda ölkəmizlə bağlı. Əgər bir neçə dəqiqə demək mümkündürsə, deyək. Yoxsa izləyicilərimizə söz verək ki, növbəti görüşümüzdə nə etməli, necə aydınlanmalı, cəmiyyətimiz bu düşdüyü bu mənəvi böhrandan necə çıxmalı? Hər halda Əkbər bəy, sizi eşidirəm. E, Bunların sualların cavablarını növbəti görüşə mi saxlayaq? Yəni çox Yok, bir qlobal. de düstur ben değil, düsturun Buyurun, açılmasına. buyurun, buyurun. Bugün biz Azerbaycan'ı da tek fert olarak ayrı göremeyiz. Günümüz dünyasında hiç göremeyiz. Bəli, Globallaşma dünyasını hiç görebilmez. Azerbaycan'ı da bir ailenin ferdi olarak göreceğiz. Bu hangi ailedir? En azından iki tane aile var burada. Bir, hatta üç aile de çıkarabilirsin. Birinci gerçek aile Türk dünyası. Turan Birliği dediğimiz birlik. Başta baş devletimiz Türkiye'mizin etrafında. İkincisi ümmet alemi, İslam dünyası bizim ikinci büyük ailemizdir. Bu ne derecede gelişecek ki tarihte olmuş mu ama bu tartışmalar bir tarafa bırakar. Bugün unutmayalım ki bizim Pakistan gibi kardeşimiz var. Her şeyde bizi destekleyen. Bugün unutmayalım ki Afrika'da bir tane Müslüman dediği zaman, Azerbaycan dediği zaman bizim kardeşimiz diyor. Bunları da unutmadan söyleyelim. Bugün ne kadar nefret etsek ve nefret etmeye hakkımız var. Suudi Arabistan, Ermenistan'dan 10 yıllar boyu barışmadı. Bilirsiniz değil mi? Ermenistan tanımadı işgalden dolayı. Ki nefreti hak etmelerine rağmen. Dolayısıyla bizim ikinci bir ailemiz var. Diyelim ki İslam dünyası. Bir de üçüncü bir insanlık ailesi var. Bu insanlık ailesine birçok şey verebiliriz. Çünkü artık insanlığın problemi de global bir meseleye dönüştü. Herkesin meselesine dönüştü. Bugün insanlık tüm yökünü olarak bir diğer ki bunalım içerisine girdi. Bir bunalım sürecine girdi. Bu manada herkes elini taşın altına koyması lazım. Ben bir küçük devletten dememeli. Ben küçük bir toplumdan dememeli. Çünkü biz küçük bir toplumda değiliz zaten. İşte Türkiye ve Türk dünyası dediğimiz zaman, ümmet dediğimiz zaman insanoğlunun 4'te 5'te birini oluşturmuş oluruz. Dolayısıyla insanlığın problemi de bizi ilgilendirir. İşte bu anlamda inşallah ben diyorum ki bunlara bizim bir katkımız olabilir. Hem bir Türk olarak yani Türk dünyası olarak, ümmet olarak, insanlık ailesi olarak
Bunlar nelerdi, neler değildi? Bu katkıların neden ibaret olduğu, mahiyetin ne olduğunu gelecek programlara Çox örnekler. təşəkkürlər Əkbər bəy. Çox təşəkkür edirəm. Mən düşünürəm elə bu notlarla bugünkü görüşümüzü bitirsək, həm növbəti görüşlərimizin bir anonsu olar, həm də bir pozitiv əhval-ruhiyyədə bitirək. Çox təşəkkür edirəm. Bizə Kanadadan dəyərli soydaşımız, ilahiyyatçı Əkbər Məcidov AIB TV izləyiciləri üçün qatıldı və bugünkü görüşümüzü burada sonlandırırıq, amma vergül qoyaraq. Təşəkkürlər Əkbər bəy. Sağ olun əziz izləyicilər. Ben de teşekkür ederim, var olun. Sağ olun.